Qızğın döyüşlərin birində düşmən pusquya salınaraq mühasirəyə alınır. Çıxış yolları olmadığından ağ bayraq qaldırırlar. Əslində isə bu növbəti tələdir. Onlara yaxınlaşan hərbçilərə əl qumbara satırlar. Gənc əskər hamıdan cəld tərpənərək özünü irəli verir və yoldaşlarının xilaskarına çevrilir. Bu film deyil, real hekayədir. 22 yaşlı şəhid Fəqan Məmmədovun hekayəsi. Oğlum elə bil ki 17 yaşında Mədəniyyət və İncəsənət Universitetinin Kino Rejissorluq fakültəsinə qəbul olundu. Onun arzusu gələcəkdə vətən ruhundakı filmləri çəkmək idi. Hərbi xidmət zamanında elə bil öz qəhrəmanlıq, şücaət göstərdi, öz elə bil ki gələcəkdə çəkmək istədiyi kinonu hərbi xidmətdə çəkdi, öz filminin qəhrəmanı oldu. Zaqatalanın Suvagil kəndində dünyaya göz açan Saxur xalqının nümayəndəsi olan Fəqan bu ilin yanvarında hərbi xidmətə çağırılıb. Nümunəvi əskər olduğu üçün dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamə alıb və ona çavuş rütbəsi verilib. Manqa komandiri təyin edilən Fəqan döyüşlərdə də fərqlənib. Fəqan əbəs yerə şəhid olmadı. Onun qəhrəmanlığı əbəs yerə olmadı. Və digər şəhid dostlarımızın, şəhid qardaşlarımızın zəhməti və əziyyəti, onların tökdüyü qanlar və digər qazilərimizin, əskərlərimizin zəhməti yerdə qalmadı və onların qisası alındı. Şəhid ailələrinin təsəllisidir bu. Fəqan kimi oğulların qanı yerdə qalmadı. Şanlı ordumuz qisası qiyamətə qoymadı. Torpaqlarımızın işğaldan azad olunmasıyla həm onun uğrunda canlarından keçənlərin ruhu şad oldu, həm də ərazi bütövlüyümüz təmin edildi. Onların qanı hesabına bu qələbə əldə edilmişdir. Bütün Azərbaycan xalqı bu saat bu qələbənin sevincini yaşayır. Məhz bu qələbə deməli Fəqan kimi vətənpərvər oğulların səyi nəticəsində qan hesabına başa gəlmişdir. Onların hər biri şəhidlikləri ilə əbədiyyət qazandılar. Fəqanın bacıları deyirlər ki, onu heç vaxt unutmayacaqlar. Qəhrəman qardaşları ilə fəxr edirlər. Deyirdi ki, mən də əczaçılıq oxuyum. Deyərdi ki, həmişə gələcəkdə biz bir yerdə bir tibb müəssisəsi açaq. Mən çox sevinirəm ki, onun bir arzusunu həyata keçirdim. Bu il əczaçılığa qəbul oldum. Bizim qardaşımız bizi çox sevərdi. Həmişə bizim ali təhsil almamız istəyərdi. Həmişə bizim ən yaxşısı üçün çalışardı. Yəni təhsil almamız istəyərdi, ağıllı olmamız istəyərdi. Qayğımıza qalardı qardaşım. Müəllimləri də ondan çox razılıqla danışırlar. Fəqanın məktəbdə hər zaman fərqləndiyini, fəallığı ilə seçildiyini deyirlər. Vətən məhəbbəti haqqında inşa yazanda mənə sual verdi. Bugünkü kimi yadımdadır. Dedi ki, müəllimə, olar bir parçanı mən epiqraf kimi götürüm. Dedim ki, söylə görüm nə deyəcəksən. Deyir, qoy cəbhədə qurban gedim mən əskər, təki anam yadlara baş əyməsin. Odlu yağış kimi yağan güllələr mənə dəysin, vətənimə dəyməsin. Dedim, Fəqan, hardan fikirləşdin? Deyir ki, tapmışam. Qoy bunu yazım. İndi siz təsəvvür edin ki, Fəqan öz sözünü əməli işi ilə doğrultdu. Vətən savaşında göstərdiyi qəhrəmanlığı ilə o həm də dünyaya sübut etdi ki, Azərbaycan burada yaşayan bütün xalqlara canları qədər əzizdir. Ondan ötürü hər zaman qan tökməyə hazırdılar. Təkcə Fəqanın doğulduğu Suvagil kəndindən 3 gənc Saxur torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Vətən uğrunda qəhrəmancasına vuruşaraq düşmən tapdağı altında olan torpaqlarımızı azad edən qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Onları daim qəlbimizdə yaşatacağıq.